Hər kəsə salam. Gəlin bu sual izahına baxaq. İfadəni sadələşdirməliyik. İlk öncə ilk kəsrin sürəti ilə başlayıram. Burada ortaq vuruq göründüyü kimi 4'ü mötərizə xaricinə çıxarsaq, x kvadratı üzərinə gəlsin, x çıxaq, 12 qalır. İndi bunda vuruqlara ayıraq. Bir teoremi ilə baxsaq, cəmi -1, hasili -12 olan ədədlər lazımdır. Bu da -4 və 3'dür. Ona görə vuruqları ayıranda yazırıq x + 4, vuraq x çıxaq 3 kimi. Ondan sonra bunda bölürük. Burada da ortaq vuruq kimi 6'nı çıxarsaq, 6 daha doğrusu x'i çıxarsaq 6x'i. Burada qalır x kvadratı üstə gəlsin 6,5 üzərinə gəlsin 10x. 10. Bundan sonra da bunu vururuq. Təbii ki, vurma olanda kəsrin tərsinə vururuq. Burada da 8x ortaq çıxarsaq, qalır x çıxaq 3. Burada isə 9x kvadratını çıxarsaq, qalır 2x üstə gəlsin 5. İndi mən bunu da sadə vuruqlara ayıra bilərəm. Ona görə sürəti olduğu kimi yazıram. Məxrəcdə sadə vuruqlara ayırmalıyam. Elə 2 ədəd tapmalıyam ki, onların hasili -6,5 eləsin, cəmi isə 10 eləsin. Bu ədədlərdə -2,5 və -4'dür. Ona görə yazırıq x + 2,5 vuraq x + 4 şəklində. Bunu da vururuq. 9x kvadratı vurulsun 2x + 5 bölünsün 8x vuraq x çıxaq 3'ə. Burada bunu da yaza bilərik. 2'ni mötərizə xaricinə çıxarsaq x + 2,5 kimi. 2,5 kimi. İndi baxırıq. Baxın, buradakı 2,5'lər ixtisar olunur. Bunlar ixtisar olunur. Sonra x + 4'lər ixtisar olunur. X çıxaq 3'lər ixtisar olunur. Nə qalır? 4 vuraq 9x kvadratı vurulsun 2 bölünsün 6x vuraq 8x. Deməli, sürətdə alınacaq 72x kvadratı. Burada da alınır 48x kvadratı. 24x kvadratına ixtisar getsə, burada qalır 3/2. Yəni cavabımız 1,5 eləmiş olur.